Çuğundurdan hazırlayıram, qan artırıcıdır. Bax bunu bir təxminən 6 ədəd çuğunduru rəndədən bu cür keçirtdim. Niyə bunu rəndədən keçirtdim? Əslində siz doğraya da bilərsiniz. Niyə doğramadım? Orada gah balaca, gah qalın, gah nazik düşür. Balın içində yaxşı dadmır da. Amma bunlar nazik olduğuna görə balın içində necə ki kələm turşusu tutursunuz, həm də çuğundur da dadlı olur, yemək olur. Bax o cür. Balın içində dəyəcək bu. Bu qan artırıcıdır. İstər uşaqlarda, istər böyüklərdə çox gözəl istifadə edə bilərsiniz. Deməli 6 ədəd çuğunduru rəndənin iyi gözündən keçirtdim. Özüm belə qazanda hazırlayıram ki, biraz özünü tutandan sonra bankaya keçiriləcəm. Təxminən bura gözü yağ götürürəm mən. 100 qram bu güləmdir. 100 qram güləm tökürəm. Mən gözə yağ götürürəm bunu. Siz tərəzidə çəkib tökə bilərsiniz. 100 qram güləm. Bir də bal. Balım açılmadı. Görün balım açılmadı. Təxminən bu yarım kilo da bal tökürəm. Yarım kilo bal tökürəm. Bunu nə qədər istəsəniz saxlaya bilərsiniz. Yəni bu xarab olmayacaq. Görünür mü? Görünür. Saxlayacağım belə. Çuğundur suyunu buraxacaq. Çuğundur suyunu buraxdıqca əslində balı taxta qaşıqla götürmək lazımdır. Amma mənim taxta qaşığım yaş olduğuna görə istəmədim bura vuram. Siz edəndə taxta qaşıqla edin, əgər evdə taxta qaşıq varsa. Mən bunu dəfələrlə uşağa tətbiq etmişəm. Çox qəşəng. Heç uşağın xəbəri olmayıb ki, bunun içində güləm var. Amma uşağa verəndə ki, al güləmi ud suyla iç, dünyanı dağıdır. Amma belə uşağın xəbəri olmur. Görürsünüz. İndi çuğundur, öz suyunu buraxacaq. Mən də bunu bankaya yığacağam. Bax bu qədər. Sonra belə deyim sizə, kim hələ ilk dəfə istifadə edirsə, yəni bugünə kimi istifadə etməyib, ilk dəfə istifadə edirsə, uşağa, böyüyə, yəni fərqi yoxdur, kimə oldu? Yəni orqanizm individualdır. Elə adam var ki, onun orqanizmasına düşməyə bilər. Düşmür. Heç kimə yəni belə bir ehtimal yoxdur. Amma orqanizm individualdır. Bu qədər mən məsələn reseptlər göstərirəm, bu qədər məsələn təbii qidalar, necə ki kimyəvi qatqılı dərmanlar kimi, yəni mütləq təbii qidalarda, təbii reseptlərdə ehtiyatla istifadə etmək lazımdır. Bax bunu qarışdırdım. Belə qoyuram dincə. Çuğundur suyunu buraxacaq. Çuğundur buraxandan sonra bir neçə dəfə qarışdırıb yığacam bankaya. Uşağa da suyunu verəcəksiniz. 1 çay qaşığından. Məsələn 3 yaşında uşağa vermək istəyirsinizsə qan artırmaq üçün yarım çay qaşığından başlayın. Tutalım ki 3-4-5 yaşında uşaqlara yenə yarım çay qaşığından başlayın.